Salam əziz şagirdlər. Bugün dərsimizdə biz dilçiliyin söz yaradıcılığı bölməsi haqqında öyrənəcəyik. Dilçiliyin söz yaradıcılığı bölməsi adından da göründüyü kimi sözlərin yaranma yollarını, sözlərin yaranması, hansı yaranma üsullarını və yaranma üsullarından və vasitələrindən bəhs edən bir bölmədir. Bu bölmədə biz söz yaradıcılığı, yəni sözlərin yaranma yolları ilə yanaşı onların necə yarandığı, nədən yarandığı, sözün kökünün nədən ibarət olduğu, hansı hissəsindən yarandığında öyrənmiş olacağıq. Eyni zamanda bu bölmədə biz öyrənəcəyik eyni köklü sözləri. Daha sonra bu bölmənin mövzularından sözün quruluş növləri, sadə düzəltmə, mürəkkəb, leksik və qrammatik şəkilçilər, onların fərqləndirilməsi və digər mövzulara bu dərsimizdə toxunacağıq. Bildiyimiz kimi sözün tərkibi iki hissədən ibarətdir. Deməli, kök bir də şəkilçidən ibarətdir sözün tərkibi. Sözün tərkibi kök və şəkilçi olmaqla iki hissədən ibarətdir. Kök sözün ayrılıqda işlənə bilən, müstəqil leksik mənaya malik ola bilən, suala cavab verə bilən, cümlə üzvü ola bilən hissəsidir. Məsələn, tutaq ki, deyirik ki, bağ sözü köküdür və müstəqil leksik mənaya malikdir. Bağ, nə, hara, müstəqil suala cavab verir. Amma biz buna ban şəkilçisini artırmaqla bağban sözünü yaratdıq. Ban müstəqil leksik mənaya malik deyil, cümlə üzvü olmur, sadəcə sözə qoşularaq yeni mənalı söz gətirmiş olur. Şəkilçilər isə qeyd etdik ki, müstəqil leksik mənaya malik olmayan hissədir və şəkilçilər iki yerə bölünür. Leksik şəkilçilər, bir də qrammatik şəkilçilər. Deməli, dilimizdəki şəkilçilər iki yerə bölünür. Leksik şəkilçilər, bir də qrammatik şəkilçilər. Leksik şəkilçilərə başqa sözlə deyirik ki, söz düzəldici. Qrammatik şəkilçilərə isə başqa sözlə deyirik, söz dəyişdirici, sözün formasını dəyişdirici şəkilçilər. Bunların fərqli cəhətləri nədir? Deməli, leksik şəkilçilər sözün kökünə və yaxud da başlanğıc formaya qoşularaq müstəqil leksik mənası olan yeni söz əmələ gətirən şəkilçilərdir ki, bunlara söz düzəldici deyirik. Çünki sözə qoşulduqda ondan yeni söz yaradır. Məsələn, tutaq ki, götürürük biz balıq sözünü. Balıq. Balıq nədir? Suda yaşayan bir canlıdır. Amma desəm ki, balıqçı kimdir? Balıqçı balıq ovu ilə məşğul olan şəxsdir. Yəni, suda yaşayan canlıdan başqa leksik mənalı yeni bir söz yaratdıq. Bəs balıqçılıq desək, balıqçılıq isə balıq ovu ilə məşğul olan şəxsə aid olan bir peşədir. Balıqçılıq peşə adıdır. Deməli, qoşulan leksik şəkilçi sözün leksik mənasını dəyişib, ondan yeni söz düzəldərsə, əgər bunlar leksik şəkilçilərdir. Deməli, leksik şəkilçi sözün quruluşunu dəyişə bilər, bəzən də dəyişməyə bilər. Bu hansı halda baş verir? Məsələn, biz balıq sözünə ç şəkilçisini artırmaqla, söhbət balıq sözündən gedirsə, biz sözün quruluşunu dəyişdik. Çünki balıq sözü sadə sözdür, amma ç qoşularaq düzəltmə söz yaratdıq. Amma balıqçı sözünə lıq şəkilçisini artırdıqda sözün quruluşu dəyişmir. Çünki balıqçı düzəltmə idi və biz ona lıq şəkilçisini artırdıqda yenə də düzəltmə söz olaraq qaldı. Ona görə, əgər sözün quruluşunu dəyişib deyirsə, deməli söz kökündə sadəcə bir leksik şəkilçi, birinci leksik şəkilçi onun quruluşunu dəyişə bilər. Sonra, qoşulan şəkilçi sözün leksik və ya qrammatik mənasını dəyişə bilər. Bu nə deməkdir? Bax, burada biz gördük ki, balıq suda yaşayan canlıdır. Balıqçı isə balıq ovu ilə məşğul olan şəxsdir. Və yaxud da başqa nümunələr gətirə bilərik. Tutaq ki, deyirik ki, məktəb təhsil almaq üçün bir binadır, təhsil binasıdır. Amma məktəbli desək, orada təhsil alan şəxs. Yeni leksik mənalı söz yarandı. Sözün leksik mənası dəyişdi. Bir də sözün qrammatik mənasını dəyişə bilər. Leksik şəkilçi sözün qrammatik mənasını dəyişə bilər nə deməkdir? Qrammatik mənalı dəyişər o deməkdir ki, qoşulan şəkilçi sözün nitq hissəsini dəyişir. Məsələn, yağ hansı nitq hissəsidir? Yağ isimdir. Əgər desəm ki, yağlı, burada isə sifət yarandı. Yağ isimdir, amma yağlı sifətdir. Sözün qrammatik mənası, yəni nitq hissəsi dəyişdi. Yaz feildir, amma yazı isimdir. Yaz feilindən yazı ismi yarandı. Deməli, sözün nitq hissəsi dəyişərsə, bu onun qrammatik mənasının dəyişməsi hesab olunur. Daha sonra, leksik şəkilçi nə qədər sözə qoşulub onun mənasını dəyişsə də və yaxud da həm leksik, həm qrammatik mənasını dəyişsə də mütləq həmin şəkilçinin yaratdığı sözlə, mütləq şəkildə şəkilçinin yaratdığı sözlə
onun qoşulduğu söz arasında məna bağlılığı özünü qoruyub saxlamalıdır. Yəni balıq sözü və balıqçı sözü, balıqçılıq sözü hər biri köklə bağlı leksik mənanı qoruyub saxlayır. Başqa bir nümunə yazsaq, tutaq ki, başqa bir nümunədə belə bir nümunə yazaq. Tutaq ki, deyirik ki, yarış, qarış, daha sonra deyirəm döyüş. Bu sözlərə baxsaq, ilk baxışda elə bilərik ki, hər birinin tərkibində mütləq şəkildə şəkilçi var. Amma sözü kök şəkilçi yayılanda baxırıq ki, yarmaqdan yarış yaramadığı üçün söz birbaşa yarış şəklində ifadə olunur. Qardan qarış yaramadığı üçün sözün kökü birbaşa qarışdır. Amma döymək feilindən döyüşmək feili və yaxud da döyüş ismini yaratmaq mümkündür. Ona görə bunu kök və şəkilçiyə ayırmaq mümkündür. Və ya qırıntı sözü, sözün kökü qırdı, ıntı şəkilçisi yeni söz yaratmışdır. Yağ feilindən yağıntı ismi yaranmışdır. Amma eyni fikri dağıntı sözü haqqında, sarsıntı sözü haqqında deyə bilmərik. Burada ilk baxışda ıntı bizə şəkilçi kimi görünsə də, dağ sözündən qoşulan ıntı şəkilçisi arasında leksik yaxınlıq, bağlılıq yoxdur. Tamamilə fərqli anlayışlar. Dağ və hər hansısa bir dağıntı. Ona görə sözün kökü dağıntıdır. Ona görə bu məqamlara diqqət etməliyik. Daha sonra söz kökünə bir qayda olaraq əvvəlcə leksik, sonra qrammatik şəkilçilər qoşulur. Əvvəlcə leksik şəkilçilər, sonra qrammatik şəkilçilər qoşulur. Məsələn, deyirik ki, kitabxana, dadır. Sözün kökü kitab, xana leksik şəkilçi, da və dır isə qrammatik şəkilçidir. Əvvəlcə bir qayda olaraq Azərbaycan dilinin qaydasına əsasən birinci leksik, daha sonra qrammatik şəkilçi sözə qoşulur. Amma dilimizdə bəzi şəkilçilər var ki, istisna olaraq dilimizi istisnasız təsəvvür edə bilmirik. Hər an bir istisna ilə qarşı-qarşıyayıq. Deməli, kır şəkilçisi, dakı şəkilçisi, dakıdakı şəkilçisi, daha sonra gil şəkilçisi və sız şəkilçisi, sız, siz, sus, süz. Bu şəkilçilərdən əvvəldə qrammatik şəkilçi də işlənə bilir. Yəni, bunlar qrammatik şəkilçidən sonra da işlənə bilirlər. Məsələn, nümunə olaraq deyək. Məsələn, deyirəm ki, bizimki. Bir sözün köküdür. İm, yəlikal şəkilçisidir. Ki isə bildiyimiz leksik şəkilçidir. Daha sonra nənəmgil. Nənə sözün köküdür. M, qrammatik şəkilçidir. Mənim nənəm mənsubiyyət şəkilçidir. Gil isə leksik şəkilçidir. Tutaq ki, deyirəm ki, babamsız. Babamsız, kənd maraqsız idi. Sözün kökü babadır. M, mənim babam mənsubiyyətdir. Sız isə leksik şəkilçidir. Deməli, sız şəkilçisi də özündən əvvələ qrammatik şəkilçi buraxır. Bağımızdakı. Bağımızdakı. Sözün kökü bağdır. Bizim bağımız mənsubiyyət qrammatik şəkilçidir. Dakı isə leksik şəkilçidir. Deməli, burada da dakı şəkilçisindən əvvəldə qrammatik şəkilçi işlənmiş oldu. Daha sonra qrammatik şəkilçilər isə leksik şəkilçilərdən fərqli olaraq sözə qoşulduqda heç bir məna fərqlilik yaratmır. Yəni, sözün mənasını dəyişmir. Məsələn, nümunə olaraq qeyd edək ki, deyirik ki, kitab, və deyirik kitablar, kitabın, kitaba. Yəni, kitab sözün köküdür. Buna qoşulan lar şəkilçisi kitab sözünün leksik mənasını dəyişmədi. Sadəcə cəmlik mənasını verdi. Kitab və kitaba. Mən kitaba baxdım. Leksik məna dəyişmədi. Kitabın
cildi. Kitab sözünə qoşulan ın kitab sözünün leksik mənasını dəyişmədi. Yəni sözə qoşularaq sadəcə olaraq sözün formasını dəyişə bilir. Bir də cümlədə sözlər arasında əlaqə yaratmaq üçün işlənir. Məsələn, təsəvvür edək ki, qrammatik şəkilçilər yoxdur. Mən məktəbə gedirəm ifadəsinin yerinə deyirəm ki, mən məktəb get. Qrammatik şəkilçilər olmasa cümlədə sözlər arasında belə deyək, əlaqələndirmə yaranmaz. Mən məktəbə gedirəm. Sözlər arasında nə etdi? Əlaqə yaratdı eyni zamanda qrammatik şəkilçilər. Daha sonra sözün quruluşuna təsir etmir qrammatik şəkilçilər. Leksik və qrammatik mənasını dəyişə bilmir. Yəni əgər söz isimdirsə, ona nə qədər qrammatik şəkilçi əlavə etsək, söz yenə isim olaraq qalacaq və sözün leksik mənası dəyişməyəcək. Deməli, leksik və qrammatik şəkilçiləri biz bu yolla fərqləndiririk. Yəni, leksik şəkilçi sözə qoşuldusa, yeni məna ifadə etməlidir həmin söz, mütləq şəkildə. Amma qrammatik şəkilçi sözə qoşulduqda yeni məna ifadə etmir. Feillərdə leksik şəkilçini müəyyən etmək digər nitq hissələrə nisbətən daha asandır. Bu necə müəyyən olunur? Məsələn, tutaq ki, belə bir nümunə deyirəm. Oxutdurdu, oxutdurdu. Buradakı şəkilçi, söhbət feildən gedir. Burada feildir, oxutdurdu sözü. Sözü kök və şəkilçi yarısaq oxu, oxut, oxutdur və du. Mən hardan bildim ki, buradakı şəkilçilər leksikdir və yaxud da qrammatikdir? Oxu feilinə bilirik ki, maq-mək feillərin başlanğıc formasını ifadə edir. Oxutmaq, oxumaq, oxutdurmaq. Hər birindən sonra maq-mək artıra bilirəmsə, deməli bu nədir? Başlanğıc formadadır və maq-mək qoşulan şəkilçi leksik şəkilçidir. Təkcə inkar şəkilçisi istisnadır. İnkar şəkilçisi də qrammatik şəkilçidir və inkar şəkilçisindən, deməli, maq-mək şəkilçisindən əvvələ keçə bilir. Daha sonra qrammatik şəkilçiləri necə ayıra bilirik? Qrammatik şəkilçili sözə sual verdikdə həmin söz, belə deyək, sual əvəzliyindən əlavə şəkilçi olaraq qəbul edilir. Məsələn, deyirik ki, biz məktəbdə təhsil alırıq. Məktəbdə. Məktəbdə sözünə sual verəndə harada? Bax, harada sual əvəzliyində hara? Da şəkilçisi əlavədir. Qrammatik şəkilçi sual əvəzliyinin tərkibində iştirak edir. Yəni, sözə sual verdikdə həmin sualın tərkibində həmin şəkilçi iştirak edə bilir. Amma desəm ki, biz yayda kəndə gedirik, yayda. Sual versək, biz nə vaxt kəndə gedirik? Nə vaxt? Biz yayda kəndə gedirik. Bax, bu nə vaxt sualın tərkibində biz dadəni görmürük. Deməli, bu dadə burada qrammatik şəkilçi ola bilməz. Bu burada leksik şəkilçi kimi iştirak edir. Dilimizdə qrammatik şəkilçilər ümumiyyətlə bir qayda olaraq isimlərə və feillərə məxsus olan qrammatik şəkilçilərdir. Hansı şəkilçilər qrammatik şəkilçilər hesab olunur? Bir növ qrammatik şəkilçilərin qrammatikada adı var. Yəni, hər bir şəkilçiyə ad qoya bilirik. Məsələn, isimlərdə hansı şəkilçilər qrammatik şəkilçilərdir? İsimlərdə. İsimlərin bilirik ki, hal şəkilçiləri var. Adlıq hal, yəlik hal, yönlük, yerlik, təsirlik, çıxışlıq. Adlıq halın bildiyimiz kimi şəkilçisi yoxdur və digər 5 halın şəkilçisi qrammatik şəkilçidir. İsmə məxsus olan mənsubiyyət şəkilçiləri, sonra xəbərlik şəkilçiləri, şəxs onluqları və ismə məxsus olan cəm şəkilçisi. Bax, diqqət etsək, şəkilçilərin çoxunda ad var. Larlər cəm şəkilçisidir, dadə yerlik hal şəkilçisidir, ə yönlük hal şəkilçisidir və s. Imız mənsubiyyət şəkilçisidir. İsimlərə məxsus 4 qrammatik şəkilçi var. Feillərdə zaman şəkilçiləri, məsələn, d keçmiş zaman şəkilçisidir. Ar, əl, qeyri qəti gələcək zaman şəkilçisidir. Sonra feilə məxsus olan şəxs sonluqları, oxuyun, yazın, gələk, gedək və s. Feilin şəkilləri, əmr, xəbər, arzu, vacib, lazım, şərt. Əmr şəklinin şəkilçisi yoxdur. Daha sonra inşalıq şəkilçisi, feilə məxsus olan inşalıq şəkilçisi, mamə, bu da qrammatik şəkilçidir. Bir də feilin təsviflənməyən formalarının şəkilçiləri, məsdər, feili sifət, feili bağlama şəkilçiləri də qrammatik şəkilçilər hesab olunur. Amma digər şəkilçiyə baxsaq, məsələn, çı, bu şəkilçinin xüsusi bir adı yoxdur. Lıq, lik, luq, lük şəkilçinin xüsusi adı yoxdur. Bunlar isə qrammatik şəkilçilərdir. Daha sonra danışaq şəkilçilərin yazılışından. Şəkilçilər necə yazılır?
şəkilçilər 1, 2 və 4 cür yazıla bilir. Neçə cür yazılır? Deməli, qeyd etdik ki, şəkilçilər 1, 2 və 4 cür yazıla bilən şəkilçilər var dilimizdə. Bir cür yazılan şəkilçilər, deməli, milli mənşəli deyil, bunlar alınma mənşəlidir. Leksik şəkilçilərdir. Deməli, leksik şəkilçilər həm 1, həm 2, həm də 4 cür yazıla bilir. Bir cür yazılan şəkilçilərin əksəriyyəti, demək olar ki, çoxu alınma mənşəlidir və dilimizə tərcümə nəticəsində keçib. Alınma sözlər orada, yəni dilimizə keçən bu şəkilçilər dilimizə keçdiyi dildə, digər dildə, alınma dildə bir söz kimi istifadə olunub, amma dilimizə şəkilçi formasında daxil olub. Amma buna baxmayaraq dilimizdə milli mənşəli bir cür yazılan leksik şəkilçilərimiz də var. Məsələn, gil milli mənşəli şəkilçidir, bir cürdür. Nənəmgil, babamgil, xalamgil. Daha sonra vətəndaş, sirdaş, yoldaş, sonra qumsal, sal şəkilçisi var. Sov şəkilçisi var. Sonra şın şəkilçisi var, bir cür yazılan. Qışlaq, yaylaq, laq şəkilçisi var. Bunlar bir cür yazılan leksik şəkilçilərdir. Daha doğrusu bir cür yazılan şəkilçilərdir. 2 və 4 cür yazılan şəkilçilər ahəng qanununa bir qayda olaraq tabi olur. Yəni, əgər deyirəm ki, məsəl üçün, körpə, əgər mən buna cəm şəkilçisi artıracamsa, körpələr 2 variantlı olduğu üçün sözün son hecasındakı sayta görə artırılır şəkilçi. Amma desəm ki, vətəndaş, buna qoşulan şəkilçi daş bir variantlıdır. Yəni, sözün hecasındakı şəkilçinin qalın və ya incə olmasının asılı olmayaraq şəkilçi bir variantlıdır və sözə o formada qoşulur və bu zaman çox zaman ahəng qanunun pozulmasına gətirib çıxarır. Deməli, qeyd etdik ki, leksik şəkilçilər 1, 2 və 4 cür yazılır, amma alınma şəkilçilər isə bir cür yazılmır, yalnız 2 və 4 cür yazıla bilir. Daha sonra şəkilçilərin işlənmə yerinə nəzər salsaq, şəkilçilər deməli söz önü və söz arxası olmaqla 2 yerə bölünür. Söz önü şəkilçilər hamısı leksik və alınma mənşəli şəkilçilərdir. Bura nələr daxildir? Deməli, baş şəkilçisi var, sizin baməzə, bivəfa, sonra digər cömert, anormal, ön şəkilçidir. Bax, anormal nümunə olaraq da yazım. Yəni, ön şəkilçi nədir? Biz bilirik ki, Azərbaycan dilində bir qayda olaraq kök, sonra ona qoşulan şəkilçilər işlənir. Amma bəzən elə olur ki, kökdən əvvələ şəkilçi qoşula bilir. Kökdən əvvələ qoşulan şəkilçi hər zaman leksik şəkilçidir və alınma mənşəli şəkilçidir. Sonra anti sözü var, antihumanist, antivirus. Sonra na şəkilçisi var, naməlum və s. şəkilçilər ön şəkilçilərdir. Bunlar alınma mənşəli sözlərə qoşulur. Yalnız nakişi sözü dilimizdə, nakişi, bir də natəmiz. Natəmiz sözü milli mənşəli sözlərdir ki, bunlar ön şəkilçilər qəbul ediblər. Ön şəkilçilər qeyd etdiyimiz kimi hər zaman leksik şəkilçilərdir. Söz arxası şəkilçilər isə hansı şəkilçilərə deyirik? Adi normal qaydada işlətdiyimiz şəkilçilərə, yəni sözün kökündən sonra qoşulan şəkilçilər. Məsələn, deyirik ki, tutaq ki, tutğaclar. Tut sözün köküdür, qac leksik şəkilçidir, lar isə qrammatik şəkilçidir. Bunlar isə söz arxası şəkilçilərdir. Şəkilçilərin mənşəyinə nəzər salsaq, mənşəyinə görə şəkilçilər milli və alınma mənşəli olur. Milli mənşəli şəkilçilər, yəni dilimizə məxsus olan şəkilçilərdir ki, bunların əksəriyyəti qrammatik şəkilçilərdir. Yəni, bir qayda olaraq qrammatik şəkilçilər milli şəkilçilərdir. Bunlar 2 və 4 cür yazılır. Qeyd etdik ki, bir cür yazılan milli şəkilçilərimiz də var. Hansılar oldu bir daha xatırlayaq. Deməli, gil, daş, şın, laq, sov şəkilçiləri. Bir cür yazılan, deməli, milli mənşəli şəkilçilərimizdir. Alınma şəkilçilər isə bir qayda olaraq dilimizdə ərəb fars dilindən keçən şəkilçilərimizdir. Bir cür yazılan şəkilçilər əksəriyyəti və ön şəkilçilər, yəni sözün əvvəlinə qoşulan söz önü şəkilçilər alınma mənşəli şəkilçilərdir.
Daha sonra danışaq deməli sözün başlanğıc formasından. Sözün başlanğıc forması nədir? Deməli, sözün başlanğıc forması sözün qrammatik şəkilçiyə qədər olan leksik şəkilçi hissəsi hesab olunur. Məsələn, bir nümunə yazıram. Yazıçılıqdır. Sözün kökü nədir burada? Qəti olaq. Sözün kökü yazdı. Yazmaq fiilindən yazı ismi yaranıb. Daha sonra yazıcı ismi, yazıçılıq ismi, dır isə qrammatik şəkilçidir. Sözün başlanğıc forması dedikdə, bax biz baxırıq ki, qrammatik şəkilçini biz atırıq. Qrammatik şəkilçidən əvvəl başlayan ilk leksik şəkilçidən ta sona qədər sözün başlanğıc formasıdır. Niyə qrammatikdən əvvəl başlayan ilk leksikdən deyirəm? Ona görə ki, biz qeyd etdik ki, dilimizdə elə şəkilçilər var ki, leksik şəkilçilər. Onlardan əvvəl qrammatik şəkilçilər işlənə bilir. Məsələn, bağçamızdakılar. Sözün kökü nədir? Bağ. Bağça leksikdir. Bizim bağçamız. Mənsubiyyətdir, qrammatikdir. Dakı leksikdir, lar qrammatikdir. Bax, bura baxsaq biraz baxaq ki, leksik, qrammatik. Yəni burada növbələşmə var. Və sözün başlanğıc forması nədir? Sonuncu qrammatik şəkilçini çıxırıq və ondan əvvəlki hissə nə olur? Birbaşa sözün başlanğıc forması hesab olunur. Daha sonra sözün kökü, bax kökü nədir? Bax, başlanğıc forması nədir? Bağçamızdakı. Bax, kök fərqli anlayışdır. Başlanğıc forma fərqli anlayışdır. Kök dedikdə heç bir xüsusi şəkilçi qəbul etməyən hissə nəzərdə tutulur. Bax, birbaşa sözün kökü. Bax, yazıçılıqdadır. Sözünün kökü nədir? Yaz fiilindən söhbət gedir. Kök heç bir şəkilçi qəbul etməyən hissəsidir sözün. Başlanğıc forma isə leksik şəkilçili hissəsi hesab olunur. Bəzən elə olur ki, təsirdə qarşımıza çıxır ki, sözün kökü ilə başlanğıc forması üstə düşüb. Nə zaman sözün kökü ilə başlanğıc forması üstə düşə bilər? O zaman düşə bilər ki, sözdə leksik şəkilçi olmasın. Məsələn, deyirəm ki, artıq yazdır. Burada yaz sözün köküdür, dır isə şəxs sonluğudur. Sözün başlanğıc forması nədir? Qrammatiki açsaq, sözün başlanğıc forması yaz. Və yaxud da deyirəm ki, qələmlər. Sözün kökü qələmlər isə cəmdir. Başlanğıc forma nədir? Son qrammatiki açsaq, ondan əvvəlki isə başlanğıc forma hesab olunmuş olacaq. Daha sonra hansı söz başlanğıc formadadır? Belə bir suallar çıxacaq qarşımıza testlərdə. O söz başlanğıc formadadır ki, onun tərkibində qrammatik şəkilçi yoxdur. Yəni sonunda. Bax, yazıçılıqdır sözünün sonunda dır nə var? Şəxs sonluğu var və qrammatikdir. Bu sözə başlanğıc formada deyə bilmərik. Amma əgər burada dır olmasa, yazıçılıq sözü başlanğıc formada hesab olunacaq. Çünki sonuncu şəkilçimiz leksik şəkilçidir. Və yaxud da sadəcə söz kökü varsa, məsəl üçün deyirəm ki, bina. Bina sözü başlanğıc formadadır. Binadakı sözü başlanğıc formadadır. Bina və binadakı. Amma buna cəm şəkilçisi əlavə etsək, artıq bu başlanğıc formada deyil. Çünki tərkibində qrammatik şəkilçi oldu. Sözün başlanğıc forması nədir? Bəs ları atanda binadakı sözü sözün başlanğıc forması hesab olunur. İndi danışaq, deməli, bitişdirici samitlərdən. Bitişdirici samitlər hansı samitlərdir və nə zaman istifadə olunur? Bitişdirici samitlər o samitlərdir ki, bəzən sözlə şəkilçi arasında işlənən şəkilçilərdir və bunlar nə zaman işlənir? Bəzən söz saitlə bitir. Məsəl üçün deyirik ki, alma. Alma sözü saitlə bitdi. Biz buna yelik al şəkilçisini atırmaq istəyirik. Almağın. Bu zaman ehtiyac yaranır ki, bitişdirici samitdən istifadə olunsun. Almanın. Məsələn, deyirəm ki, nənə, onun nənəsi. İ mənsubiyyətdir. Nənə də saitlə bitib, mənsubiyyət şəkilçisi saitlə başlayır. Bu zaman s bitişdiricisindən istifadə olunur.
Y bitişdiricisindən isə biz bilirdik ki, bəzi sözlər ümumi məna qrupundan kənara çıxır mənsubiyyətə görə dəyişən zaman. Mənbə, mənafi, mövqe, talih, mənşə sözləri. Məsələn, deyirəm ki, onun taleyi. Burada talih sözün köküdür. İ mənsubiyyət şəkilçisidir. Y isə bitişdirici samitdir. Deməli, bitişdirici samitlərimiz hansılardır? Bitişdirici samitlərimiz N, Y və S samitləri bitişdirici samitlərdir. Amma bu demək deyil ki, N-Y-sı samitləri yalnız sait birləşməsində istifadə olunur. Bəzən isə elə olur ki, sait və samit belə deyək, bağlanan zamanda, bitişən zamanda bunların arasında bitişdirici samitdən istifadə olunur. Məsələn, bu əvəzliyi və çıxışlı xal şəkilçisini qəbul etməlidir. Bu zaman yenə də N bitişdiricisindən istifadə olunmuş olacaq. Və yaxud da ki, deyirəm ki, mən ondan incimişəm. O əvəzliyi dandən çıxışlı qal yenə də N bitişdiricisindən istifadə olunmuşdur. Daha sonra dilimizdə elə sözlər var ki, bax, bitişdirici samit bəzi sözün kökünə daxil deyil. Bəzən elə sözlər var ki, məsələn, deyirəm ki, dəli. Bir də deyirəm, dəlik. Aha. Deyirəm ki, dəliyə daş atdılar. Burada dəli sözün köküdür. Kimə? Dəliyə. Amma deyirəm ki, dəliyə pişik girdi. Balaca bir dəlik var idi. Orada pişik girdi, sıçan girdi. Bu zaman sözün kökü dəlikdir. Saitlə başına şəkilçi gəldiyi üçün ikiyə keçib. Söz oldu dəlik. Və A yönlü kal şəkilçisidir. Bəzən ola bilər. Bu cür söz tələffüz formasında verilir. Deyir, hansı sözü iki cür düşünmək olar. Bu cür ola bilər. Və yaxud da ki, körpüyə sözü, körpüyə, bir də var körpəyə. Hər ikisinin tələffüzü necədir? Körpüyə. Mən körpüyə yaxınlaşdım. Çayı keçmək üçün. Sözün kökü körpüdür. A isə yönlü kal şəkilçisidir. Bir də var körpə. Deyir ki, o körpüyə yemək verdi. O zaman isə körpə sözün köküdür. A isə yenə də yönlü kal şəkilçisidir. Y bitişdiricisindən istifadə olundu. Hər iki halda Y bitişdirici olaraq qaldı. Amma diqqət ilk nümunəmizdə isə Y bitişdiricisi birincidə kökə daxil deyil, bitişdiricidir. Amma ikincidə isə bitişdirici samit kimi işlənməmişdir. İndi də biraz sözün quruş növlərindən danışaq. Biz qeyd etdik ki, ümumi diksiyələrini keçəndə biz artıq sadə düzəltmə, mürəkkəb anlayışını belə deyək, hər birini ayrı-ayrılıqda öyrənirik. Amma ümumiyyətlə sözlərdən söhbət gedirsə, yəni testlərdə də qarşımıza çıxırsa ki, mürəkkəb sözü, sadə, düzəltmə sözü götür. Bu zaman biz istənilən diksiyasına, yəni sadə, düzəltmə, mürəkkəb ola bilən diksiyasına baxa bilərik. Amma sadə isim, düzəltmə fiil, mürəkkəb sifət, sırf diksiyasını soruşursa, buna da diqqət etməliyik. Deməli, sözlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olmaqla üç yerə bölünür. Sadə sözlər sadəcə söz kökündən və yaxud da bəzən kökə qoşulan qrammatik şəkilçisindən ibarət oluna bilər. Məsələn, deyirəm ki, telefon, telefondan onun səsi gəlirdi. Telefondan. Qrammatik şəkilçi də onun sadə olmaqdan çıxarmır. Yəni, əsas odur ki, tərkibində yalnız qrammatik şəkilçi var. Bir də sözün kökü var. Daha sonra düzəltmə sözlər. Söz kökü və ona qoşulan düzəltmə. Söz kökü və ona qoşulan leksik şəkilçilərdən ibarət ola bilir. Yəni, leksik şəkilçi bir də ola bilər, bir neçə də ola bilər. Tərkibində qrammatik şəkilçi də ola bilər. Amma əsas odur ki, bir dənə də olsa tərkibində leksik şəkilçi olsun. Məsələn, balıq sözü sadədirsə, balıq. Balıqçı sözü necədir? Balıqçı sözü düzəltmədir. Balıqçılıq sözü balıqçılıqdır. Deməli, balıq, balıqçı, balıqçılıq, dır isə qrammatikdir. Bu söz quruluşuna görə düzəltmədir. Çünki tərkibində ən azı bir dənə də olsa leksik şəkilçi işlənmiş olub. Biz bildiyimiz kimi köməkli hissələri düzəltmə olunur qəti şəkildə. Biz düzəltmə anlayışını ümumiyyətlə dilcilikdə sadəcə əsas hissələrində işlədirik.
Deməli 5 əsas nitq hissəsi quruluşuna görə həm sadə, həm düzəltmə, həm də mürəkkəb ola bilir. Amma ondan sonraki bölmələrdə biz köməkçilik hissələrində, sintaks bölməsində düzəltmə anlayışından ümumiyyətlə istifadə etmirik ki, nə söz birləşmələri, nə cümlə üzvləri, nə köməkçilik hissələri düzəltmə ola bilmir. Daha sonra mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən yaranan sözlərdir. Mürəkkəb sözlər. Deməli, bu sözlər qeyd etdiyimiz ki, iki və daha artıq sözdən əmələ gəlir. Üç cür yazıla bilir. Mürəkkəb sözlər bitişik yazıla bilir. Bitişik, defslə və ayrı yazıla bilən mürəkkəb sözlər var. Bitişik və defslə yazılan mürəkkəb sözlər əsl mürəkkəb sözlər hesab olunur, amma ayrı yazılanlar isə tərkibi mürəkkəb sözlər hesab olunur. Daha sonra deməli isimlər, sifətlər, isim və sifətlər ayrı yazıla bilmir. Mürəkkəb isimlər və mürəkkəb sifətlər. Mürəkkəb fiilləri kesinliklə deyirik ki, mürəkkəb fiillər bitişik yazılmır. Amma istisna hallarımız var. Bir neçə sözümüz var ki, onlar bitişik yazılırdı. Məsələn, istiyotlamaq, xoşallanmaq, sağollaşmaq kimi sözlər var ki, bitişik yazıla bilirdi. Daha sonra mürəkkəb sözləri yazarkən defsdən də istifadə edə bilirik. Yəni, defsdə yazılan mürəkkəb sözlər də var. Bunlar necə yaranır? Yaxın mənalı sözlərin birləşməsindən, məsələn, deyirik ki, dost tanış, əks mənalı sözlər ev-eşik, eyni sözün təkrarlı yarananlar var. Məsəl üçün, deyirik ki, 5-5, uşaqlar 5-5 gəldilər və s. O, asta-asta tərpənirdi. Asta-asta nə edir? Defsdə yazılır. Daha sonra qeyri-sözün köməyi ilə yazılan mürəkkəb sözlər defsdə yazılır. Qeyri-adi, qeyri-iradi, qeyri-dəqiq və s. qeyri-müəyyən sözləri defslə yazılmış olur. Bitişik yazılan mürəkkəb sözlərə nələr daxildir? Bura daxildir. Bitişik yazılanlara. Deməli, ha, a, bab yetişdiriciləri, məsəl üçün dalbadal, qaçaqaç, rəngarəng, gəl-ha-gəl, bunlar bitişik yazılır. Bir də müxtəlif mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər də bitişik yazılır. Əl üzü yuyan, toz soran, qab yuyan, daha sonra it burnu, dəvə dabanı və s. əl üzü yuyan kimi ifadələr hesab olunur bitişik yazılan mürəkkəb sözlər. Ayrı yazılan mürəkkəb sözlərə nələr daxildir? Bura daxildir. Məsələn, fiillərdə olmaq, etmək, eləməklə düzələnlər, yaxşı olmaq, pis olmaq, yaxşılıq etmək, pislik etmək. Mürəkkəb zərflər hər gün, bir gün, hər gün və s. Bugün kimi ifadələr ayrı yazılır. Mürəkkəb saylar ayrı yazılır daha çox. Mürəkkəb əvəzliklər. Məsələn, deyirəm ki, 56, 117 və s. saylar ayrı yazılmış hesab olunur. Defsdə yazılanlara daha sonra bir tərəfi ayrılıqda işlənə bilməyən sözlərimiz var. Məsələn, deyirik ki, meyvə, zirzibil, bəzək-düzək və s. kimi ifadələr var. Çör-çöp, azmaz, bəzi izafət tərkibləri var. Məsələn, deyirik ki, kəlmə-i şəhadət, tərcümə-i hal, bu kimi izafət tərkibləri ərəb-fars mənşəlidir. Bunlar da defsdə yazılan mürəkkəb sözlərdir. Daha sonra, deməli, dilimizdə söz nədən düzəlib deyə bir anlayış var. Söz nədən düzəlib? Söz nədən düzəlib? Deməli, sözün kökü, məsələn, yazıçılıq sözünü yazaq. Yazıçılıq. Sözün kökü yaz. Daha sonra yazı, yazıcı, yazıçılıq. Bax, deməli, üç fərqli anlayış var. Sözün kökü, sözün başlanğıc forması, bir də sözün nədən yarandığı anlayışı var. Yaz sözü, yazıcı, yaz ismi ilə bağlı deyil. Nə ilə bağlıdır? Yaz feilindən söhbət gedir burada. Yaz feildir. Yazı nə? İsimdir.
Yazıcı kim? İsimdir. Yazıçılıq nə? Bu da nədir? İsimdir. Deməli, biz deyə bilərikmi ki, söz feildən yaranıb? Əlbəttə xeyr. Sözün kökü feildir. Sözün kökü feildir. Amma söz nədən yaranıb? Deməli, baxaq. Deməli, sözün nədən yarandığını tapmaq üçün sonuncu leksik şəkilçini götürüb qoyuruq bir kənara. Ondan əvvəlki hissə hansının hissəsidir? Yazıcı ismi. Deməli, söz isimdən yaranmışdır. Bax, belə düşünək də. Bir çörək nədən yaranır? Bax, çörək. Çörək nədən yaranır? Çörək yaranır undan. Un nədən yaranır? Buğdadan. Biz deyə bilmərik ki, çörək buğdadan bişirilir. Bax, eyni qaydadır burada. Sonuncu leksik şəkilçi nəyə qoşulubsa, yazıçıya qoşulub artılıb da. Biz lıq şəkilçini yaz sözünə qoşmamışıq axı. Biz onu yazıcı isminə qoşmuşuq. Və yaxud da başqa bir nümunə yazaq. Məsələn, yazıram. Salamlaşmaq. Sözün kökü salamdır. Salamlamaq, salamlaşmaq. Salam hansının hissəsidir? İsim. Salamlamaq, feil. Salamlaşmaq, yenə də feil. Hər biri feildir hissəsi olaraq. Amma söz nədən yaranıb? Sözün kökü isimdir. Amma söz nədən yaranıb? Bax, sonuncu leksik şəkilçimiz feil yaradıb. Bunu çıxdıq. Deməli, söz feildən yaranmışdır. Bir də var sözün başlanğıc forması. Başlanğıc forma dedikdə sözün qrammatik şəkilçisini atırıq bir kənara və ondan əvvəldə olan hissəni biz götürürük sözün başlanğıc forması. Daha sonra deməli bu bölmədə eyni zamanda danışırıq eyni köklü sözlərdən. Eyni köklü sözlər nəyə deyilir? Adından göründüyü kimi eyni söz kökünə malik olan, eyni kökdən ibarət olan sözlər eyni köklü sözlər adlanır. Eyni köklü sözlər müəyyən etmək üçün xüsusi qaydalar var. Hansı qaydalardır? İlk öncə eyni köklü sözlər düzəltmə olmalıdır. Yəni nə olmalıdır? Mütləq şəkildə tərkibində bir dənə də olsa leksik şəkilçi olmalıdır. Biz deməli mürəkkəb sözləri və sadə sözləri kənara qoyanda leksik şəkilçili söz varsa biz deyə bilərik ki, bunlar eyni köklüdür. Amma hamısına demək olarmı? Xeyr. Mütləq şəkildə sözlərin kökü eyni leksik mənanı bildirməlidir. Bəzən elə olur ki, sözün kökü amonim xüsusiyyəti daşıyır və biz kök amonimdirsə biz bunu eyni köklü hesab edə bilmərik. Necə? Məsələn, deyirəm ki, gülüş, güldürmək, güllü, güldan. Bax, hər bir sözün kökü güldür. İlk baxışda eyni köklü. Amma eyni köklü amonim xüsusiyyəti daşıya bilməz kökləri. Güldan leksik şəkilçi var. Güllü, gülüş, güldür. Hər birinin tərkibində də leksik şəkilçi var. Bəs bunlardan hansı bir-biri ilə eyni köklü təşkil edir? Onlar eyni köklü təşkil edir ki, onlar bir-birinə leksik baxımdan yaxındılar, bağlıdırlar. Güldan, güllü, gülsüz, gülüstan sözləri bir-birinə nə edəcək? Eyni köklü təşkil edəcək. Gülüş və güldür feilləri isə, gülüş ismi, güldür feili, bunlar isə birlikdə eyni köklü təşkil etmiş olurlar. Daha sonra eyni köklü sözlərdə qrammatik şəkilçilər qəbul edə bilər. Məsələn, deyirəm ki, güldürmək. Məsdər şəkilçisidir, qrammatikdir. Onlar gülüşdülər. Burada düvələr qrammatik şəkilçilərdir. Yəni, nə qədər qrammatik şəkilçi qəbul etsə də mütləq şəkildə nə etməlidir? Tərkibində bir dənə də olsa leksik şəkilçi olmalıdır. Qrammatik şəkilçilər qəbul edə bilər. Deməli, kökünün qrammatik mənası eyni olmalıdır. Qeyd etdik, amonim ola bilməz. Yəni, gül burada isimdir. Digərində isə gül feildir. Bunlar da eyni köklü sözlər hesab oluna bilməz. Daha sonra elə sözlər var ki, dilimizdə. Məsələn, deyirik ki, tutaq ki, məsələn, yazırıq ki, burada bədbəxtlik sözü, bədbəxt sözü
quruluşuna görə bəd və bəxt iki sözdən təşkil olunub, mürəkkəb sözdür. Yəni, harada leksik şəkilçini gördük, tez demirik ki, bu quruluşuna görə hesab olunur düzəltmə söz. Əgər mürəkkəb sözün tərkibində leksik şəkilçi varsa, bu söz yenə mürəkkəb olaraq qalır. Eyni köklü sözlərə başqa bir nümunə yazıram. Məsələn, deyirəm ki, yağlı, yağsız. Daha sonra deyirəm yağıntı, yağmur, yağış, yağ, yağıntı, yağ, yağmur, yağ, yağış, yağ, yağsız, yağ, yağlı. Hər bir sözün tərkibində nə var? Leksik şəkilçi var. Amma baxarıq ki, yağlı və yağsız leksik baxımından yağ ismindən söhbət gedir. Bağlılıq yağ ismi iləndir. Amma yağıntı isə yağ feilindən söhbət gedir. Yağmur, yağış, hər birində yağ feilindən söhbət gedir. Üçü eyni köklüdür. Digər üçü isə ayrı eyni köklülüyü təşkil edir. Yəni, hansısa biri birinin tərkibində verilibsə variantlarda biz bunları eyni köklü hesab edə bilmərik. Və yaxud da deyirəm yağlar, yağlar. Yağdan, yağın, yağımız və s. Yağ sözün köküdür, lar cəmdir, qrammatikdir. Heç bir halda biz bunu eyni köklü söz hesab edə bilmərik. Sonra bir də var eyni sözün müxtəlif formaları. Eyni sözün müxtəlif formaları nədir? Yəni sözün tərkibində leksik yox, qrammatik şəkilçilər olur. Məsələn, deyirəm ki, bağ sözü. Bağ sözün müxtəlif hal şəkilçiləri, mənsubiyyət şəkilçiləri, bağımız, bağdan, bağın, bağa, bağın və s. Bağınız, bağları müxtəlif qrammatik şəkilçilər qəbul edibsə, deməli, bu eyni sözün müxtəlif formalarını yaradıb. Daha sonra dilimizdə ən çox belə deyək, problem yaradan, qarşımıza çıxan, çətinlik çəkdiyimiz bir-iki söz var. Onlara aydınlıq gətirmək istəyirəm. Deməli, hansı sözlərdir? Yəqin ki, xatırlayırıq, qarşımıza tez-tez çıxır. Sıx və düz sözləri, sıx bir də düz sözləri. Bunlar müxtəlif qrammatik şəkilçilər, leksik şəkilçilər daha doğrusu qəbul edərək, leksik şəkilçi qəbul edərək düzəltmə söz əmələ gətirirlər. Amma bu sözlərin kökü amonim olduğuna görə sözün kökün hansı hissəsini olduğunu müəyyən etmək biraz çətinlik yaradır. Həm də bu sözlərin amonim məna tayları da bir qədər bir-birinə bənzəyir və qarışdırılır. Bunlar necə fərqləndiririk? Məsələn, düz söz nə? Düzül. Daha sonra düzgün. Düzüm. Düzdür. Düzlən. Daha doğrusu burada düzlən. Daha sonra düzgün yazdıq. Düzüdür, düzül, düzlən, düzəl. Sıx sözlərdə eyni qayda ilə sıxıl, sıxdır, sıxış, sıxlaş, sıxıntı. Müxtəlif leksik şəkilçilər əlavə edərək biz bunlardan yeni söz yaratdıq. Sıxıcı, sıxıcı. Bəs sıx sözünün feil yoxsa sifət olduğunu necə müəyyən edirik? Və ya düz sözünün feil yoxsa sifət olduğunu necə müəyyən edirik? Bunu müəyyən etməyin bir yoludur ki, deməli, biz bu sözü götürürük. Məsələn, sıxışmaq sözündə, feilində biz bilmirik ki, sıx feildir yoxsa sifətdir. Deməli, bu sözün kökünü başqa sözün əvəz edə bilərik. Sıxışmaq, məsələn, sıx sözünə yaxın mənalı bir söz, məsələn, sifət kimi düşündüyümüz sıx, dar, gin sözlərini götürə bilərik. Darış, nə bilim ki, digər söz yarada bilmirik, amma digər sözü əlavə etsək buna, məsələn, vur.
Vur sözünü əlavə etsək vuruşmaq. Döy sözünü əlavə etsək döyüşmək. Deməli, bu sıx sözünü biz feillə əvəz edə bildiksə, deməli, ış şəkilçisi feilə qoşulmuşdur. Və ya deməli, dır şəkilçisini başqa sözlərə əlavə edirik. Sıxdırmaq, deməli, güldürmək. Güldürmək. Yazdırmaq, sildirmək. Baxaq ki, sil fiildir, gül fiildir, dır da leksik şəkilçidir. Deməli, sıx sözündə də sözün kökü fiildir. Intı şəkilçisi, məsələn, sıxıntı. Intıdan nə yaradırıq əlavə olaraq? Qırıntı, döyüntü, daha doğrusu döyüntü fərqlidir. Döyüntünün kökə şəkilçiyə ayrılmağı. Deməli, döydən döyün yaranıb, döyündən isə döyüntü yaranır. Çünki döyünmək fiili var. Amma qırınmaq fiili olmadığına görə qırıntı birbaşadır. Sonra qırıntı. Burada da qır feilinə qoşulduğu üçün, deməli, sıx da sözün kökündə, sıxıntı sözündə feildir. Sıxıcı. Başqa söz qırıcı, sonra atıcı və s. Deməli, feillərə qoşulduğu üçün burada da sıx sözü feil olaraq qalır. Il şəkilçisini sıxılmaq feilinə baxsaq, sıxılmaq, döyülmək, vurulmaq. Burada da il şəkilçisi feilə qoşulduğu üçün, deməli, sözün kökündəki sıx feildir. Eyni qayda düz sözünə də aiddir. Burada da biz düzlən, düz sözünə deyirəm ki, yellən və yaxud da ki, hallan, yollan və s. Hər birində hal, yel adlara qoşuldu. Deməli, düz sözü feil yox, sifətdir. Düzül, başqa bir söz götürürük. Düz yerinə, deməli, qırıl, vurul, yıxıl və s. Vur, qır, yıx, hamısı feildir. Deməli, düzül sözündə də feilə qoşulur. Düzüm yerinə, sonra düzəl yerinə də başqa sözlər əlavə edərək, məsələn, düzəl, genəl, çoxal, gen, çox, hərəkət olmadığı üçün düz sözü burada sifət olacaq. Sonra düzgün, nə deyirik burada? Süzgün, vurğun, yorğun və s. Feilə qoşulub, burada da feil olaraq qalacaq. Dır da feillərə qoşulur. Düzdür, bunu biz belə də əzbərləyə bilərik ki, məsələn, il feildən feil yaradır, nə bilim, dır feildən feil yaradır, al, əl adlardan feil yaradır. Amma bu üsulla bunu yadda saxlamaq daha əlverişli olar. O qədər şəkilçini əlbəttə əzbərləmək, yadda saxlamaq, fərqləndirmək bizə çətinlik yaradar. Daha sonra danışaq. Dilimizdə belə bir şəkilçi var. Hər birimiz bunu tanıyırıq. Deməli, hansı şəkilçidir? Lan və laş şəkilçiləri. Lan, bir də laş şəkilçiləri. Deməli, bunlar tərkibinə görə iki cür təhlil oluna bilər. İki leksik şəkilçi kimi hər biri, bir də bir leksik şəkilçi kimi. Nə zaman bir leksik şəkilçi olacaq, nə zaman iki leksik şəkilçi olacaq. O zaman iki leksik şəkilçi olacaq ki, bax, bu birinci şəkilçidən sonra biz maq artıra biləcəyik. Məsələn, nümunə olaraq nə deyirik? Salamlaşmaq, yollanmaq, alovlanmaq, daha sonra yağlanmaq, və s. Deməli, nümunələrə baxsaq, dilimizdə salam sözü var. Bəli, dilimizdə salam sözü var. Salamlamaq fiili də var, söz də var. Buradan maq artırırıq. Salamlaşmaq da var. Deməli, burada laş iki leksik şəkilçi kimi düşünülür. Sonra yol, neysə yollamaq və yollanmaq. Hər ikisi mümkündür. Yəni, yollamaq fiili də var dilimizdə.
yollanmaq da var. Deməli, bu da 2 leksik şəkilsidir. Yağ, çörəyi yağladım, çörək yağlandı. Hər bir iki söz dilimizdə mövcuddur. Daha sonra deməli, burada da leksik şəkilsi 2 dənədir. Alovlanmaq sözündə sözün kökü alovdur, amma dilimizdə alovla anlayışı yoxdur. Alovla. Odlamaq var, amma alovlamaq nədir? Dilimizdə elə bir feil yoxdur ümumiyyətlə. Alovlan, burada lan bir leksik şəkilsi kimi düşünülür. Sonra bir də dilimizdə elə sözlər var ki, məsələn, ayaqlaşmaq, ayaqlaşmaq, üzləşmək, bu sözləri kök şəkilçiyə ayıranda mən düşünürəm ki, ayaq sözü də var. Ayaq sözü də var. Dilimizdə ayaqla sözü də var. Ayaqlaş sözü də var. Və ya üz sözü var. Üzləmək, kitabı üzləmək, üzləşmək. İlk baxışdan bu mənə aldadıcı gələ bilər. Çünki həqiqətən dilimizdə üzləmək feili də var, ayaqlamaq feili də var. Amma biz nə qeyd etdik ki, dərsimizin əvvəlində? Qoşulan leksik şəkilçinin yaratdığı sözlə onun qoşulduğu söz arasında leksik bağlıq özünü qoruyub saxlamalıdır. Gəlin görək, ayaqlamaq neysə tapdalamaq mənasındadır. Amma ayaqlaşmaq zəmanə ilə, müasir dəblə ayaqlaşmaq, bunlar arasında nə qədər leksik yaxınlıq var, yoxdur. Deməli, bütöv bir leksik şəkilçi kimi düşünəcəyik laş şəkilçisinə. Daha sonra üzləmək, kitabı üzləmək, dəftəri üzləmək, yorğanı döşəyi üzləmək və kiminləsə üzləşmək. Bunlar arasında da leksik yaxınlıq varmı? Təbii ki, yoxdur. Bu da nədir? Bütövlükdə bir leksik şəkilçi kimi düşünülür. Yəni, diqqət edirik. Lan, laş parçalanıb o söz dilimizdə mövcud olsa da, la ilə laşın arasında olan, yəni leksik bağlı yaxınlığa da diqqət etməliyik. Sonra dilimizdə elə ifadə var ki, daşlaşmaq ifadəsi. Biz onu 2 cür düşünə bilərik. Deməli, bir kök 2 leksik və yaxud da kök bir leksik şəkilçi kimi düşünə bilərik. Dostlar daşlaşdı deyiləmsə, dostlar bir-birinə daş atdılar, daşladılar, daşlaşdılar. Leksik bağlılıq özünü qoruyub saxlayır. Amma deyirəm ki, hər hansısa bir məhlul qalıb daşlaşmışdır. Məhlul bir-birini daşlayıb daşlaşmayıb ki, bütöv bir leksik şəkilçi kimi düşünülür. Ona görə cümlədəki ifadə etdiyi məna da çox önəmlidir. Bunlara da diqqət edilməlidir. Deməli, dilimizdə bəzi şəkilçilər də var ki, hansı şəkilçi, məsələn, çılıq şəkilçisi, deməli, çılıq şəkilçisi, çılıq. Bu şəkilçi də 2 cür düşünə bilər. 2 leksik şəkilçi kimi və ya 1 leksik şəkilçi kimi. Nümunə olaraq deyəyim. Məsələn, deyirəm ki, qoyunçuluq, qoyunçuluq, peşmançılıq, düşmənçilik, nigarançılıq, əkinçilik, sözü ayıraq kök və şəkilçiyə. Deməli, dilimizdə qoyun sözü var, qoyunçu sözü var, qoyunçuluq sözü var. Dilimizdə əkin sözü var, əkinçi sözü var və əkinçilik sözü var. Ona görə çivəlik ayrı leksik şəkilçidir. Nigarançılıq, peşmançılıq və düşmənçilik sözlərinə baxaq. Sözün kökü nədir? Nigaran. Dilimizdə nigarançı sözü varmı? Nigarançı. Yoxdur. Olur nigarançılıq. Peşman sözü var dilimizdə. Bəs peşmançı sözü var? Yoxdur. Ona görə çılıq bütöv bir leksik şəkilçidir. Dilimizdə düşmən sözü var. Düşmənçi yoxdur. Ona görə düşmənçilik bütöv bir leksik şəkilçi kimi düşünülür. Bunu həm də necə rahat üsulla taparıq. Çılıq yan-yanadırsa, biz çını atırıq. Bax, çını atırıq. Sözün mənası dəyişmir. Nigarançılıq və nigaranlıq, peşmançılıq, peşmanlıq, yaşamaq, peşmançılıq, yaşamaq, düşmənçilik etmək, düşmənlik etmək. Sözün leksik mənası dəyişmir. Yəni, çılıqla lığın mənası bir fərqi yoxdur. Çılıq olsa da, olmasa da lıq eyni mənanı ifadə edir.
Amma qoyunçuluq sözündə gəlin çunu ataq. Qoyunluq. Nə qədər məna fərqi yarandı. Qoyunçu qoyun saxlayan şəxsdir, qoyunçuluq peşədir. Amma çu olmasa qoyun, qoyunluq. O qoyunluq edirdi. Belə alınmır. Əkinçilik ifadəsində də çini çıxarsaq cümlədən, sözdən əkinlik. Burada əkinçiliklə məşğul olan şəxsə deyilirdi, əkin edən şəxsə. Burada şəxs anlayışı bildirən sözdür. Tamam başqa bir məna əmələ gəldi. Deməli, çını çıxaranda mənaya xələl gəlmirsə, deməli burada çılıq bütövdür. Amma mənaya xələl gəlirsə, deməli ayrılıqda birləşik şəkilçi kimi istifadə olunur. Daha sonra ıntı şəkilçisi deməli ıntı şəkilçisi. Intı bayaq qeyd etdik, deməli bir var döyüntü, görüntü. Burada döyünmək, döyüntü, görünmək, görüntü. Yəni görünmək, döyünmək fiilləri olduğu üçün ayrıcadır. Amma qırıntı sözünə baxsaq, qırıntı, qırınmaq yoxdur. Ona görə qırıntı bütövlükdə bir şəkilçi kimi düşünülür. Sonra biz dedik ki, şəkilçinin hansı hissəsindən söz yaratdığını müəyyən etmək üçün, məsələn, deyirəm ki, düzgün. Burada sözün kökü düzdür. Gün leksikdir. Gün hansı hissəsindən yaratmışdır sözü? Deməli, buna başqa söz yaradırıq. Qəmgin. Bunu saxlayırıq nəzərimizdə. Düzgün, seçkin, vurğun, yanğın. Yanğın isimdir, vurğun sifətdir. Nəticədə yan, vur, hər biri nəyə qoşulub? Fiilə qoşulub. Yanğın isimdir, amma vurğun sifətdir. Əzgin, necə? Əzgin, əz fiilinə qoşulmuşdur. Bax, biz görürük ki, gün şəkilçisi fiillərdən sifət yaratmışdır. Vurğun, əzgin. Amma qəmgin sözündə qəm sözü nədir? İsimdir. Deməli, istisna hallar da var. Və yaxud da ki, çiskin, çis duman mənasındadır. Çiskin necə sifətdir? Deməli, qınçin eyni zamanda nə edə bilər? İstisna hal kimi. Fiili yox, digər hissələrinə də qoşula bilər. Daha sonra dilənçi sözünü kök və şəkilçi ayırmaq istəyirəm. Çünki bu söz biraz çətinlik yaradır. Dilənçi. Deməli, sözün kökü dildir. Dil vasitəsilə diləyirik, diləmək. Və daha sonra dilənmək. Çi də dilənçi. Sonra ələk sözü. Sözün kökü əldir. Ələ, əllə əliyirik və ələk ismi yaranır. Sonra bax, belə bir söz yazıram. Qızartı. Deməli, bu tığ şəkilçisi bütöv şəkilçidir, yoxsa ayrı şəkilçidir. Yəni, tək leksik şəkilçi də işlənə bilir, ayrı da işlənə bilir. Məsələn, deyirik ki, deyirəm, göyət. Deməli, qızarmaq tığ bütövdür, yoxsa ayrıdır. Bax, tığ tək leksik şəkilçidirsə, göyət. Deməli, biz bilirik ki, tığ leksik şəkilçidirsə, ondan sonra sait gələrsə nə baş verəcək? Tığ diyə keçəcək. Deyirəm ki, onun deməli, bədəni döyüldü və göyərdildi. Göyərdildi. Ki, verək, göyərdildi. Tığ nəyə çevrildi? Ondan sonra sait gəldiyi zaman D-ya çevrildi. Əgər burada da tığ müstəqil leksik şəkilçi olsaydı, I gəldiyi üçün D-ya çevriləcəkdi. Deməli, T-dan sonra sait gəlirsə, D-ya keçirsə müstəqil leksik şəkilçidir. Amma saitə rəğmən T olaraq qalıbsa, bu zaman T bütövlükdə bir leksik şəkilçi kimi düşünülür. Sonra dilimizdə belə bir söz var, yoluxucu. Deməli, sözün kökü nədir? Deməli, sözün kökü yoldur, bəli. Yoluxmaq, bir də yoluxucu.
Niyə yoldur sözün kökü? Bu yol hansısa nəfəs yolu mənasında da. Yəni yoluxuruq biz nə vasitəsilə yoluxuruq? Xəstəliyə hər hansısa bir nəfəs yolu vasitəsilə, ağız yolu vasitəsilə, müxtəlif yollarla. Bu həmin yoldan söhbət gedir ki, hər hansısa bir yolla biz nə edirik? Xəstəliyə yoluxuruq və yoluxucu olur. Deməli sözün kökü burada da nədir? Yol sözündən söhbət gedir. Sonra dilimizdə belə şəkilçilər biz görsək, bax, dıq, dik, duq, dük. Məsələn, oxuduq, yazdıq, gəldik, getdik və s. Deməli, mütləq şəkildə bu du, zaman, bu şəxs. İki qrammatik şəkilçi var tərkibində. Daha sonra maz şəkilçisini görsək, maz, məz. Bax, ma inkar şəkilçisi ar qeyri gələcək zamanla birləşəndə rızıya keçib, inkar şəkilçisi 2 sayt yanaşı gəldiyi üçün özünün saytını itirib. Məz də eyni zamanda oxumaz, gəlməz, getməz. Bu mıra da aiddir, mır. Biz bilirik ki, indiki zaman inkarda bu da saytını itirir. Oxumayır, ya oxumur. Oxumayır formasında yox, oxumur, gəlmir, getmir. Deməli, burada da mı inkar, mır, oxumur, gəlmir, getmir, isə indiki zaman kimi düşünülmüş olacaq. Bugünlük dərsimiz bu qədər. İnşallah danışdıqlarım, izah etdiklərim hər biriniz üçün faydalı oldu. Faydalı oldusa əgər videomuzu bəyənək, öz fikirlərimizi mənimlə bölüşək inşallah. Hər birinizə təşəkkür edirəm bir daha.